Belə bir təcrübə aparmaq istəyirəm. Mən şübhələnirəm ki, məndə soyul olan akvariumum, hansında ki bu daşlar və üzüm karyagaları var, orada pH qalxır. Ne üçünsə. Mənim səbəbini bunlarda görürəm. Ya lava daşındadır, ya da ki üzüm karyagasına. Daha çox üzüm karyagasına ehtiyat edirəm. Ona görə 2 dənə belə konteyner götürdüm. İkisinə də osmos suyu tökəcəyəm. Görüm hansı pH-ı qaldırır. Belə bir eksperiment aparıram. 1 litr osmos suyu tökürəm. Ölçək baxaq TDS-ni. 6 göstərir. Hərəsinə 1 litr osmos suyu tökəcəm. Suları tökdüm. 4 maydır. Hər iki qabda pH ölçəcəm. Əvvəl TDS ölçüm. TDS yadımdadsa 6 idi. İndi görək neçədir. Deməli, lava olan qabda ölçürəm TDS-i. 14. İndi burada ölçək. Karyaga olanda isə 21 göstərir. İndi pH-ları ölçək. pH 7.4-dən tündür, amma 7.6 deyil. Elə bil ki 7.5-dir. Bu kamera düz göstərmir. Gözlə 7.4 olur. Kamera seri göstərəsində tünd yaşıl. Karyaga olan qabdakı sudur. Bu qabdakı. Qəribədir ki, mən gözləyirdim, burada əksinə pH qalxar, burada isə pH düşüb. 7.2-dən, buradaydı, 7.2-dən düşüb 7-yə. Deməli, çox yavaş da olsa pH-a təsir edirlər. Amma mən fikirləşirdim ki, karyaga qaldırır. Çünki bu üzüm karyagası. Tam dəqiq demək üçün 1-2 həftə gözləyib, sonra bir də ölçəcəyəm. Çünki çox yavaş akvariumda təsir edir. Uzun müddətli təsirə malikdir hər ikisi. Bugün 28 maydır. Bu pH mövzusunu istəyirəm sona çatdırım. Bu karyaga olan konteynerdir. Bu da vulkanik lava olan konteyner. Yenə də hər ikisində pH ölçəyə görə nə qədər dəyişir. Əvvəl TDS ölçürəm. 36-dır. Deməli, karyaga olan konteynerdə 36-dır. Lava olan konteynerdə 24. Bu isə vulkanik lava olan konteynerdəki sudur. 7.4-ə qoymuşam, amma əslində 7.4-dən də tündür. Bu 7.6 deyir. Gəlin deyirəm, video düzgün rəngləri vermiş. Gözlə baxanda görürəm ki 7.6-dan açıq, 7.4-dən tünd. Elə bilin ki 7.5 hesab eləmək var. Deməli, o vulkanik lava suyun parametrlərinə təsir eləmir, fikri yanlışdır. Gördük ki, vulkanik lava pH-ı qaldırdı. İndi mənə maraqlı gəldi ki, vulkanik lava olan konteynerin KH parametrini də ölçüm. İndi başlayacağım reaktivi damcılamağa. 1. Qarşıdıraq görək. Yox. Elə sıfırdır. Görürsünüz, tökən kimi sarı oldu. Göyərib eləmədi. Mən indi başa düşdüm bu akvariumda niyə soyulun ömrü belə qısa olur. İndi bütün bu vulkanik lavaları çıxardacağım buradan. Ancaq karyagaları saxlayacağım. Lava daşlarını çıxartdım. Bütün duman qalxdı belə. Fikirləşirəm ki, hamısını çıxartdım. Bütün soyulun altı arxada lava daşlarının hesabına yüksəlmişdi. Onları çıxartdım. Ona görə suyun da səviyyəsi düşdü. 1-2 litrində əlavə edəcəm su bura. Bir belə daş çıxdı. Görün nə qədər.